Bugünkü dərsimiz metakognitiv bacarıqlardır. Metakognitiv bacarıqlar, biliklər, bu barədə ümumiyyətlə məlumatsınız ki, nədir? İnsanın özü, öz idraki prosesləri, öyrənmə strategiyaları, özü ilə bağlı ümumiyyətlə məlumatlı olması. Düzdür? Burada baxın qeyd edəmişik ki, hmm, insanın öz fəaliyyəti haqqında düşünməyi, getdi. Öz niyə kopyalanır? Maraqlı. Nəsə yoldaşlar, öz fəaliyyəti haqqında düşünməkdir. Ondan sonra özünü tanımasıdır. Metakognitiv biliyinə çox oxşardır. Və yoldaşlar, metakognitiv bacarıqlar uşaqlarda yəni inkişaf etdirilməsi lazım olan bacarıqlardan biri deyil. Bəs niyə biz bu bacarıqları uşaqlarda gücləndirməliyik? Çünki insan özünün öyrənmə potensialını, öyrənmə strategiyalarını müəyyənləşdirəndə ilk olaraq nə edir? Öz-özünün müəlliminə çevrilir. Yəni öz-özünü nə edə bilir? Öyrədə bilir. Heç kimin köməyi olmadan. Ondan sonra necə öyrənəcəklərini bilirlər, öyrənmələrini planlaşdırırlar, özlərini idarə edə bilirlər, nə bilim, özlərini faydalı görürlər, özlərini qiymətləndirirlər, fəaliyyətləri barədə dərindən düşünürlər. Yəni bir növ neynirlər? Özlərini heç kimin köməyi olmadan inkişaf etdirə bilirlər, öyrənə bilirlər nəyisə. Və burada da ayrı yazmışam. Yeni şeylərini öyrənən zaman qarşılaşdığı çətinlikləri həzz alırlar. Yəni bilirsiniz yoldaşlar, öyrənməyi bacaran insan hər hansı bir çətinliklə üzləşdikdə məyus olmur da. Deyir ki, fisoda, yəni bu başa düşür ki, normal haldır. Ən sadə formada deyim, yəni siz nə qədər ağıllı, bacarıqlı olursunuz olun, müəyyən şeylər öyrənib çətinlik çəkəcəksiniz. Və başa düşməlisiniz ki, bu çətinlik normaldır. Sadəcə nə etmək lazımdır? Aşmaq lazımdır bunları. Sonra hansı üsulların bu problemin, tapşırığın həlli üçün daha uyğun olduğunu müəyyənləşdirir. Özləri nəyə motivasiya etdiyi barədə düşünürlər. Yəni yoldaşlar, bu adam bilir ki, öz-özünə necə motivasiya verə bilər. Məsəl üçün, nümunə göstərim sizə. Mənim öz tələbələrimdən və tanışlarımdan gördüyüm şeylər deyim sizə. Adam var, nə eləyir? Tutaq ki, özünə şey qoyur, limit qoyur ki, tutaq ki da, 20 səhifə oxuyacağam. 20 səhifə oxuyandan sonra gedib bir də kofe içəcəm. Yəni nə bilim, dərs kitabının arasına tutaq şokolad falan qoyur. Yəni nə bilim, özü üçün pul qoyur. Deyir ki, məsələn, bu qədər oxuyandan sonra şokolad götürüb yeyəcəm. Belə. Aydındır? Yəni deyir, girib gəzəcəm, yemək yeyəcəm və s. Özünü nəyə motivasiya edin bilir. Və öz öyrənmələri üçün ən yaxşı strategiyalar müəyyənləşdirirlər. Bax yoldaşlar, Instagram doludur ki, ingilis dili müəllimi ilə, yəni rus dili müəllimi ilə ki, hamı deyir mənim metodikam, mənim metodikam, mənim metodikam, gəlin öyrən. Hamı da gedir ki, bəs o ingilis dili müəllimi yanındakı o metodika super deyib, gedir deyir öyrənə bilmədim. Arkadaş, Çingiz getdi öyrəndi, Orxan getdi öyrəndi, mən getdim öyrənə bilmədim. Problem yoldaşlar səndə deyil, problem metodikadadır. Niyə? Çünki sən metodikanın öz öyrənmə fəaliyyətinə uyğun olub-olmadığını müəyyənləşdirməmisən. Bəlkə müəllim danışıq yönümlü praktikadan istifadə edir, amma sən dinləmə yönümlüsən, bəlkə yazmalısın sən öyrənmək üçün. Ona görə biz nə etməliyik? Öz öyrənməmiz üçün ən yaxşı strategiyanı müəyyənləşdirməliyik ki, daha yaxşı və daha rahat öyrənək. Sonra yoldaşlar, metakognitiv bacarıqların üç fərqli kateqoriyası var. Bunlardan birincisi planlaşdırmadır ki, biz bir şey öyrənməyə başlamamışdan əvvəl nə edirik? Plan qururuq. Nə öyrənmək istəyirik, necə öyrənəcəyik, bunu öyrənən zaman nələrə diqqət eləyəcəyik, hansı vasitələrdən istifadə eləyəcəyik, bunu planlaşdırırıq özümüz üçün. İkinci nədir? Müşahidə. Yoldaşlar, müşahidə prosesə başlayandan sonra proses bu özümüzü izləmədir, özümüzü monitorinq eləyirik. Nəyi yaxşı başa düşürük, nəyi pis başa düşürük, nəyi səhv eləyirik, nəyi düz eləyirik və lazım olanda nə edirik? Müdaxilə eləyirik. Əgər görürüksə, məsəl üçün biz özümüzə plan qurmuşduq, gündə 100 söz öyrənəcəyik ingilis dilindən. Görürəm ki, 100 söz mənim üçün çoxdur. Nə edirəm? Tempimi yavaşladıram. Ya da görürəm 100 söz mənim üçün rahatdır, tempimi artırıram. Yəni nə edirəm? Özümü tənzimləyirəm bir növ. Sonra başqa nə deyəcəkdim? Elə bu nümunələr kifayətdir məncə. Sonra yoldaşlar, gəlir üçüncü qiymətləndirmə. Qiymətləndirmə isə yoldaşlar prosesin sonunda baş verir. Mən tutaq ki, özümə bir hədəf qoymuşdum ki, 3 ayın sonunda ingilis dilində filan səviyyəyə gələcəm. Planımı qurdum, prosesə başladım, proses boyu özümü müşahidə elədim, lazım düzəlişlər elədim, proses qurtardı. İndi mən özüm üçün müəyyənləşdirməliyəm ki, mən bu prosesdə nəyi səhv elədim, nəyi düz elədim, nəyi daha yaxşı eləyə bilərdim. Bir növ nə edirəm? Özümə qiymət verirəm. Arkadaşlar, burada da yazıb ki, metakognitiv bacarıqlar nə üçün vacibdir? Dediyim kimi, insanın öz-özünü öyrənə bilməsi üçün, necə öyrənə biləcəyini aydınlaşdırması üçün və s.
Heç lazım deyil. Metakognitiv bacarıqlar dostlar, nümunələr, məqsəd müəyyənləşdirmək. Əgər bir insan nəyi necə öyrənəcəyini bilirsə, məqsədi çox rahatlıqla müəyyənləşdirə bilər ki, mən bu məqsədə çatmaq üçün bunlardan, bu üsullardan, bu vasitələrdən istifadə edəcəyəm, filan işləri görəcəyəm. Planlaşdırma. Planlaşdırma da nədir? Bizim bir işi daha yaxşı yerinə yetirməyimiz üçün lazım olan bir bacarıqdır. Yəni fikir vermisinizsə, əgər biz bir işi planlı görürüksə, bizim üçün daha rahat olur, daha az vaxt sərf edirik, daha əziyyət çəkirik. Amma bir işə plansız girəndə, həmişə, yəni demək olar ki, bir problem yaşayırıq mütləq formada. Sonra dostlar, burada planlaşdırma bacarığının, yəni zəruriliyindən danışır. Burada əsas məsələ nədir? Məqsədə çatmaq üçün nə edirik? Biz ardıcıl şəkildə bir mərhələ qururuq, hazırlıq görürük və sadə, mürəkkəb və doğru tapşırıqlar düzürük. Nə edirik? Əlimizdəki resurslardır, vasitələrdir. Nəticə artıq onları nə edirik? Səmərəli formada istifadə edirik. Planlaşdırma ilə bağlı yoldaşlar, belə bir nümunə var ki, bəlkə də eşitmisiniz. Deyir, bir insana tapşırsalar ki, ağac əkmək üçün, ağac kəsmək üçün daha doğrusu, filan qədər vaxtım var. Biri var, o dəqiqə başlayasın kəsməyə. Adam da var deyir ki, mən vaxtımın çoxunu baltamı itləməyə sərf eləyərdim. Yəni, neyniyərdim? İşi görmək üçün birinci planımı yaxşı qurardım ki, daha rahat görüm. Sonra da problemin həlli. Burada əsas məsələ nədir? Metakognitiv bacarıqlarda. Problem hər zaman çıxacaq. Amma biz problemin həlli zamanı neynəməliyik? Sakit qalmalıyıq, müəyyən şeylər dəyişməliyik. Məsələn, mən görürəm ki, mən seçdiyim strategiya nəyisə öyrənmək üçün mənə bəs eləmir. İngilis də öyrənmək üçün mən strategiya seçmişəm, amma görürəm öyrənə bilmirəm. Neynəməliyəm? Strategiyanı dəyişməliyəm. Görürəm oturduğum otaqda öyrənə bilmirəm, olduğum yeri dəyişməliyəm. Yəni nələrsə dəyişməliyəm ki, problemi həll etməyə bacarım. Sonra özünü qiymətləndirmə və təcrübə refleksiyası. Yoldaşlar, biz nə etməliyik? Daima özümüzə nəzər yetirməliyik ki, bizim güclü tərəfimiz nədir, zəif tərəfimiz nədir, biz nəyi yaxşı bilirik, nəyi pis bilirik, nələri inkişaf etdirməliyik və s. Biz belə dediyimiz halda nə olacaq? Özümüzü inkişaf etdirə biləcəyik. İnsanların çoxu öz boşluqlarını xəbərdar deyirlər və biz xəbərdar olmadığımız bir boşluğu doldura bilmərik. Sonra yoldaşlar, özündə düzəlişlər etmək. Mən görürəm ki, mənim filan zəif tərəfim var. Ta ki, mən ingilislə danışığım zəifdir. Neynəməliyəm? Artıq bunun üzərində çalışıb bunu düzəltməliyəm. Bu da deyilir özünə düzəliş. Sonra oxuyub anlama. Yoldaşlar, oxuyub anlama çox lazımlı bir bacarıqdır. İnsanların əksəriyyəti oxuduğunu anlaya bilmirlər. Çox təəssüflər olsun ki. Və biz nə etməliyik? Oxuduğumuzu başa düşə bilmiriksə təkrar oxuma, aktiv oxuma və sair strategiyalardan istifadə etməliyik. Sonra gərinə konsentrasiya. Bir işi görərkən maksimum dərəcədə biz nə etməliyik? Fokusumuzu işə verməliyik. Bu həm öyrəndiyimizi yaxşı öyrənməyə, həm də yadda saxlamağa bizə çox kömək olacaq. Sonra yoldaşlar, başqalarından rəy almaq və həmin rəyləri fəaliyyətinizə nəzərə almaqda. Bu nə deməkdir? Əgər bir işi sizdən qabaq kimsə görübsə, tutaq ki, sizdən qabaq kimsə gedib ingiliscə öyrənibsə, biri var sən özün başlayırsan bu işə, heç kimdən soruşmadan. Bir də var gedib ondan məsləhətləşirsən. Onun təcrübələrindən faydalanasan. Sonra öz-özünə sual vermək. Öz-özünə sual vermək nədir yoldaşlar? Sizin üçün məqsədinizi, planınızı aydınlaşdırmağa kömək olacaq. Mən nə edirəm, nə etməliyəm? Ondan sonra bundan sonra nə etməliyəm və s. Nəyi fərqli eləməliyəm, nəyi düz eləməliyəm, nəyi səhv eləməliyəm və s. Sonra yüksək səslə düşünmək. Yoldaşlar, görmüsünüz yəqin bəzi insanlar var ki, nə edir? Əgər bir şey öz-özünə danışmasa, öyrənə bilmir. Düzdür? Da yüksək səslə oxumasa. Bu da onların metakognitiv bacarıqlarının bu cür olduğuna irəli gəlir. Sonra fikri yayındıran halları müəyyən etmək. Yoldaşlar, bu dəqiqə bizim fikrimizi yayındıran ən böyük sizcə nüans nədir? Telefon. Bəli, burada da telefon var. Şəxsən mən özümdən nümunə göstərirəm. Bütün gün telefon əlimdədir. İş görəndə hardasa fırlanıram, Instagramda boş-boş, yol gedəndə, metroda. Heç eləmirəm ha. Prosta əlim bir aşağı-yuxarı disk qaydırıram. İş görəndə bir də görürəm ki, əlim telefondadır. Bu bizim fikrimizi dağıdan ən böyük faktorlardan biridir. Və biz nə etməliyik? Bunları müəyyənləşdirib bunlardan uzaqlaşmalıyıq. Sonra yoldaşlar, açıq düşüncəli olmaq. Açıq düşüncəli olmaq nədir yoldaşlar? Bir şeyi bilmədiyiniz, yəni olarsa, mən ola bilər ki, riyaziyyatı bilmirəm. Burada yazmışam. Ay mən riyaziyyatı öyrənə bilməyəcəm, ömrü boyu belə baş verəcək falan demək əvəzinə biz nə edirik? Deyirik ki, mən bunu öyrənəcəm, bu tərəf strategiyadan istifadə edəcəm və s. Yəni nə edir? Bir şey öyrənə bilmirsə, ya da bacara bilmirsə, o dəqiqə yəni başını buraxmır da. Deyir ki, mən bu üstə düşəcəm. Aydındırmı? Sonra
Deyir metakognitiv bacarıqlı universaldır, yəni bütün sahələrdə özünü göstərir. Sonra metakognitiv bacarıqları necə inkişaf etdirmək olar yoldaşlar? Hı -hı. Metakognitiv bacarıqları necə inkişaf etdirmək olar? İlk olaraq biz öz öyrənmə tərzimizi müəyyənləşdirməliyik ki, biz necə öyrənirik? Vizual, görərək öyrənirik, yoxsa audial, eşidərək öyrənirik, nə bilim, oxuyub yazaraq öyrənirik, yoxsa toxunaraq öyrənirik? Və burada 4 dənə öyrənmə növü var. Bunları siz əvvəlcədən görmüsünüz zaten. Bunların hansına görə öyrəniriksə, ondan sonra biz nə etməliyik? Öz öyrənmə tərzimizə uyğun strategiyalar istifadə etməliyik. Sonra oxu materiallarından daha dərin mənalar tapmağa çalışmalıyıq. Bu nə deməkdir? Öyrənmək istədiyimiz şeylə bağlı müxtəlif materiallar var təbii ki. O materiallarla tanış olmalıyıq, daha dərindən başa düşməyə çalışmalıyıq və s. Tapşırıqlara başlamazdan əvvəl mütləq plan hazırlamalıyıq yoldaşlar. Bir var tapşırığa plansız hazırlaşasınız, bir də var planla. Plansız hazırlaşanda həmişə nə olacaq? Tapşırıq sizin üçün çətin olacaq. Amma planla hazırlaşanda daha rahat və daha asan yolla həll edəcəksiniz. Sonra öyrənmək üçün uyğun bir mühitin olduğundan əmin olun. Yoldaşlar, videodan nə başa düşürsünüz buradakı gifdən? Divanın üstündə yuxusu gələn bir şagird görürəm. Yəqin yatır. Mən də Biz də məsəl üçün yuxulayırdım nəsə orada. öyrənməyi, nəsə oxumaq istəyəndə əgər divanın üstə uzansaq, yuxumuz gələcək, düzdür? Bəli, müəllim, mən də Öyrənə elə. bilməyəcəyik. Ona Bəli, görə biz müəllim. nə etməliyik? Ətraf mühitin bizi yuxuya verəcəyindən, narahat və ya rahat edəcəyindən əmin olmalıyıq. Yaxşı? Ki də çox narahat deyil, məsələn, rahat da olmasın. Bəli, Aydındır? bu özdə çox təsir eləyir. Mən ingilis dili dərsində divanda otururdum həmişə, çox yuxuluyurdum. Sonra təsadüfən gecikdim, stolda oturmalı oldum. Gördüm ki, dərs əməlli, maraqlı dərs imiş. Bəli. O yoxsa keçməzdim böyük ehtimal imtahanı. Bəli. Ona görə deyirlər ki, yəni çox rahatlıq insana əziyyət verir əslində. Mən özüm məsəl üçün əvvəllər semestr imtahanına hazırlaşanda uzanırdım divanda, yuxum gəldi, yatırdım. Deyirdim oxuya bilmirəm. Sonra stolda oturmağa başladım. Və son olaraq yoldaşlar, bunların yeri dəyişdi. Özünüzü qiymətləndirmə sənədi yaradın. Yoldaşlar, bu nədir? Əgər mən öz qiymətləndirməmi, öz öyrənməmi özüm təşkil eləyirəmsə, mütləq formada nə etməliyəm? Qiymətləndirmə özüm aparmalıyam ki, mən nəyi düz eləyirəm, nəyi səhv eləyirəm, nəyi yaxşı eləyirəm, nəyi pis eləyirəm. Aydındırmı? Belə yoldaşlar, sadə və sıxıcı bir dərsdir. Bura qədər bir problem varmı?